Değme surəti, sürtünmə. Bəs haçansa sağalma ehtimalı var, yoxsa görəsən? Misal üçün Allah varsa. Kimin? Şəxsən mənim özümün. Sizə nə olub ki? Dedim axı xəstəyəm. Nə olub deyəndə. Nə xəstəsiniz ki? Qanım aşağıdır. Necə şokolad yeyində çoxlu. Ay, yox, ondan bir şey düzəlmir də. Yəni şokoladla düzəlmir. Bəhməz yiyin, bəhməz. Onunla da düzəlmir. Düzələn bir həkimə, düzəldə bilən bir həkimə müraciət edin də. Yox, əbədi bir şeydir də, yəni. Əbədi bir şeydirsə sağalmayacaq. Nə bilim, mən öz aləmimdən danışıram, sizin aləminizdən danışmıram da. Yəni mən deyirəm, siz orada yazdığınıza görə qoşuluram. Dəfələrlə qoşulmaq istəmişəm, qoşula bilməmişəm. Yəni sizə görə ola bilər, siz də o birisi dünyada hesab verəsiniz, o belə bir şeydir. Amma Siz o mənim birisi dünyada yenə hesab verəsiniz axı. Siz yaxşı insan olsanız belə yenə hesab verəsiniz o birisi dünyada. Niyə bilirsiniz? bu düzdür də. Kiminsə pis əməlləri varsa təbii ki, cavab verir. Yox, yaxşı əməllərinizin də qarşılığı bilirsiniz nə olacaq? Nə olacaq? Tanımadığınız, saqqallı, interesli görünümlü bir mömin kişiyə hədiyyə olaraq verilmək. O nətər olur ki, o başa düşməm, ölənlər hədiyyə gedir. Qadındırsa hə. Bəs kişilər hara gedir, bilmək olar. Kişilər gedir orada sizdən çoxsunu alır, köf eləyir. O ola bilməz, o mümkünsüz bir şeydir. Nəbə surəsi 33-cü ayət, Vaqia surəsi 35-ci ayət. Siz ayə ilə baxmayın da, sizin də o öləndən sonra orada nə baş verəcək, orada heç kəs gəlməyib, o mümkünsüzdür. Amma öləndən sonra hər şey bilinir də. Yəni ölməmisiz deyən o mümkünsüz bir şeydir ki, oradan gedib görüb gələsiniz. Onda öləndə görüşərik. İnşallah Allah qismət eləsin, orada hesab edək. Çox sağ olun. Siz sağ olun. Dilber Hanım buyurun hoş getdi. Maraqlı personajlar gəlir. Çox maraqlı. User buyur hoş geldin. Salam. Aleyküm. Necəsiz? Nə var, nə yox? Yaxşıyam, siz necəsiz? Çox sağ olun. Ben sizin verilişlərinizi izləyirəm. Amma bilirsiniz necədir? Müəyyən qədər belə deyək də, bu insanların ümid yeri, insanların düzdür, indi sadalayacaq müəyyən şeyləri, indi onlarla razılaşa da bilərsiniz, razılaşmaya da bilərsiniz. Amma bu pis əməllərdən, müəyyən bir qorxu şeylərdən çəkinib, nəyəsə inat eləyib, o yolla gedən adamları, misal üçün, siz öz fikrindən hardasa daşındırırsınız. O da ki, insanlarda nə yaranır, necə alınır? Necə alınır ki? Valla belə bir deyimdə, bir qayı saxlamışdı, misal üçün, bir adicə bir fakt gətirim. Əlimdə telefon danışmırdım. Ancaq elə saxladı, dedi telefonla danışırsan, dedim yox. Dedi yox, gördüm danışırsan. Həqiqətən danışmırdım, qayıtdım Allah haqqı danışmırdım. Hə, yaxşı, sür get. Yəni onda da o, belə deyək də, o Tanrıya inamı olmasaydı misal üçün, o məni hardasa bəlkə bir, belə deyim də, sizin mövqeyinizi tutsaydı o cəzalandırardı. Deməli, ümumi bir nəsə bir... Yol hərəkəti prosesual məcəlləsi deyə bir şey var, xəbərim var. 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 İspat tələb eləməliydin bu bir. İndi orada müəyyən bir şey yaranır da, indi münaqişə yaranır. Mən deyim, o desin, o desin, mən desin. Ona görə də bura yayına çıxıb, daxili sistemimizlə bağlı, daxili orqanlarımızla bağlı, dövlət orqanlarımızla bağlı fikir səsləndirən kimsəyi mən ciddiyə almıram. Bir zəhmət... Yaxşı, onu qoy, başla. Üzr istəyirəm. Yox, onu demirəm. Bir zəhmət, siz də vətəndaş olaraq haqqınızı tələb edərsiniz. Nə itirəcəyinizdən asılı olmayaraq. Bir Norveç vətəndaşının başına elə bir şey gəlsiniz, sahərə qədər boğuşardı orada, yenə də haqqını tələb edib alardı. Anladın? İndi keçdik digər məsələyə. Əzizim, bir insan, bir vətəndaş
Birincisi, hər hansı bir teoloji mövzudan qorxduğuna görə pislik eləməməyə çalışırsa, bunun adı saxtakarlıqdır, riyakarlıqdır. 2. Bunun təməlində rüşvət dayanır. Rüşvət və rüşvət anlayışı dayanır. Sən rüşvət verirsən Tanrıya ki, məni cənnətə apararsan, ya da sən qorxduğun üçün cəhənnəmdən yaxşı olmağa çalışırsan. Sən düşünsən ki, bax, gəl yerlərini dəyişdirək. Deyək ki, təcavüzkarlıq dini baxış açısından normal qəbul olundu. Belə bir əmr oldu, belə bir icazə oldu. Nə olacaq? Təcavüz eləyəcəkdi bu insanlar. Ona görə də insanın yaxşı ya da pis əməllər törətməsi vicdan məsələsidir. Tərbiyə məsələsidir, əxlaq məsələsidir və bunlar öyrədilən şeylərdir, əgər beynində bir problem yoxdursa. Digər bir məsələ, zaten dinsiz olan və heç bir dini rituala itaət eləməyən, cənnət cəhənnəm vədi olmayan ölkələrdə kifayət qədər əxlaqlı olan ölkələr var. Məsəl üçün Yaponiya kimi ölkələr. Yaponiyadakı əxlaqi istat o qədər yüksək səviyyədədir ki, bu dünyada belə anormal qarşılanır bəzi yerlərdə. Necə ola bilər ki, bir insan, bu adamlar bu qədər əxlaqlı, ədəbli ola bilərlər. Başa düşdün? Digər bir məsələ. Burada hüququn işləyiş metodologiyası var, hüququn işləyiş formatı var. Vətəndaşın hüquqla olan məsafəsi var, vətəndaşın vicdani məsələlərlə olan məsələsi var. Yəni ayrı-ayrı mövzulardır bunlar. Başa düşdün? Başa düşürəm, qardaş. Əvvəllər olur de, misal üçün, nəyisə bir sübut eləmək üçün ki, bunu mən uşaq vaxtı və yaxud da ki, indiki vaxtındakı deyir ki, bunu mən oradan misal üçün götürməmişəm. Belə deyim də, pis mənada, yəni bunu oğurlamamışam. And iç bu Qurana, and iç bu kitaba ki, sən onu götürməmişsən. Bir müəyyən bir adamların içində o qaldırıb ona and içərdi və onu əhv eləyərdilər ki, həqiqətən də bu buna and içibsə, deməli buna belə. Yəni bilirsiniz nə tərcümə istəyirəm? Bu insanlar arasında bir nəyəsə bir inanıb, nəyəsə bir and içib, onu mən götürməmişəm deməklə, həqiqətən də götürməyibsə, onu qəbul eləmək, onu siz necə qəbul edirsiniz misal üçün? Neçə yaşın var əzim sən? Mənim 55 yaşım var. Əzim, xətrivə deyim, məsələn, mən yaşa deyil, bilgi hörmət eləyən adamım. Səndən də bir hörmətsizlik görməmişəm. Hörmətsizlik elədiyimi də düşünmürəm. Əzim, bilirsən ki, sən danışın nə formada oxşuyur. O 5 yaşlı uşağın əlindən oyuncağını alırsan, ağlayır. Sənin ki, hal-hazırda eyni situasiyadır. Sən hal-hazırda deyirsən ki, bir dənə Allahımız var, onu da alma əlimizdə. Yox, bilirsiniz nə tərəfdə? İndi yaxşı, keçək sən tərəfə. Nə oldu? Mən bunları hamısını inkar elədim, keçirəm sən tərəfə. Misal üçün, sənin dediklərinə haqq qazandırmağa, bəyan. Amma sənin o çıxışlarında, danışıqlarında sübut eləmək istədiyin müəyyən bir şeylərdə də sonsuzluqlar var axı. İspat eləyib. Mən misal üçün, keçirsən kainata, eraya, bizim eradan əvvəl o birisi, bu birisi. Yaxşı, siz onu nə ilə sübut eləyə bilirsiniz? Axırda da deyirsən ki, bu sonsuzluğa gedir. Yəni onu mən tam teoriya ilə, elmlə, bir şeyi bilmək və bilməmək arasında iki dənə fərq vardır. Bir şeyi bilmirsənsə, bilmirəm deyə bilməlisən, bu bir. Bu intellektual dürüstlükdür. Hər bilmədiyin yerə Allah soxuşduramazsan. Bu sən keyfə qalmış bir şey deyil. Onu bilmirəm, Allah elədi. Bunu bilmirəm, Allah elədi. Göydən qarpız yağdı, Allah elədi. Göydən İran qaloşu yağdı, Allah elədi. Göydən bakkuş düşdü, Allah elədi. Xeyr. Bu intellektual dürüstlük deyildir. Bir şey bilmirsənsə bilmirsən və bunu açıq şəkildə deməlisən. 2. Əgər kütlə, topluluq bilmədiyi bir şeyi araşdırmaq əvəzinə ora Allah soxuşdurursa, o kütlə normal kütlə deyildir. Risk daşıyan bir kütlədir. Mən kimin nəyə inandığı ilə maraqlanmıram əzim. Evində oturan, namaz qılan, ibadət edən Allah'ına inanan mənim maraqlandırmır. Azad bir ölkədə yaşayırıq. Üçün nəyə istəyirsə inansın. Problem. Məsələnin pik nöqtəsi. İnancını başqalarına dayatmağa çalışanlardır. İkinci problem bu inancı səbəbilə radikal və ekstremist fəaliyyətlərə aparandır. Üçüncü məsələ inancı səbəbilə diskriminasiya aparandır. Diskriminasiya fəaliyyətlərə aparanlar. Əziz qardaş, mən müsəlman olaraq Quranın ayələrini oxumamışam. Müəyyən vaxtda toylarda, hardasa, məclislərdə içki içən, o birisi, bu birisi, filan fəsmə, amma öz, belə deyim də, nəyiməsə inanıb, öz vicdanıma, o qədər namaz qılanlar var ki, belə üst-üst istəyəm, o qədər əyri yollardan keçir, o qədər siz dediyiniz o radikal şeylər. Primitiv deyil. Bu işin içində kəskin. Ola bilər biraz sərt olsun. Kəskin, patriot anlayış yatır. Sağa baxanda, sola baxanda ölkədə bizə aid olmayan bir mədəniyyətin hökm sürməsi
sevdiyimiz, istəyəcəyimiz ən sonuncu şeydir. Qardaş, başa düşürsən nə demək istəyirəm? Yo, Bizə radikallığa aid olmayan çağa- Qulaq as sözüm. Bizə aid Bəli, olmayan buyur. mədəniyyətin bizə geydirilməsi, bizə aid olmayan qəhrəman, sözdə qəhrəmanların bizim qəhrəmanımızmış kimi təqdim olunması, bizə aid olmayan savaşların bizim savaşımız kimi dəstəklənməsi, bizə aid olmayan cihadların bizim cihadımız kimi dəstəklənməsi. Bu anormal bir şeydir, qardaş, anormal. Mədəniyyətin Anladım səni. qəhrəmanından. Anladım Bizim səni. öz Amma mən qəhrəmanımız bir- var. Bizim öz Başa savaşlarımız var. Bizim öz tariximiz düşdüm. var. Soruşuram ki, nə bilim, Azərbaycanın falan döyüşü nə vaxt olub? Bu il coğrafiyada ən son geniş miqyaslı döyüş nə vaxt olub bilmir. Amma soruşsam Bədir döyüşü nə vaxt olub bilir. Səncə bu normal bir şeydir. Yox, mən bəyənmirəm, şey eləmirəm ki, hansısa bir misal üçün Ərəb dövləti, hansısa bir misal üçün də belə doğrudan da orada radikallığa, orada qan tökmə, orada mənasız o şeylər eləməyə, o birisi inadlar elə. Yox, başa düşdüm. Amma normal bir o tərəfə də bir yanaşanda bax insan Olanmırsan, doğulur, qardaş. deyirsiniz. Normal anatomik- olanmırsan. Qardaş, Yox, normal yox, ola bax- bilmirsən. Niyə bilirsən? Gəl bunu da izah edeyim. Hamımız anlayaq. Normal ola bilməzsən. Niyə ola bilməzsən? Çünki bu inancı var dediyin adamların kitabında, inancı olan kitabında birbaşa radikalizm var, diskriminasiya var. Özündən başqa bütün inanc növlərini haqsız hesab edir. Özündən başqa bütün inanclı ya da inançsız olanları təhqirlə qarşılayır. Özündən başqa bütün inanclı və ya inançsızları ya zorla, ya sevə-sevə ya da başqa cür öz dininə cəlb eləməyə çalışır. Nə bu qədər qaynaqdan- düzgün Sən başa bu düşdüm. qaynaqdan normal bir şey çıxarda bilməzsən. Əziz qardaş, nə qədər orada düzgün yola, nə qədər orada mədəniyyətə, ədəbiyyata, belə hamısı şeylərə çağırılan orada müəyyən o qədər şeylər var ki, Nə o yaxşı, qədər nə yaxşı, nə yaxşı. Qardaş, sənin məntiqin var, düşüncən var, düz? var. Sağlam düşüncəli hesab edirsən özünü. Bəli, Mən də sən elə bəli. düşün. Sən baxırsan orada bir iki kəlmə yaxşı şey var, onu istifadə edirsən. Bir 5 dənə fanatik girdi sistemin içinə, oxudu kitabı, dedi ki, get kafirləri öldür. Başladı öldürməyə, məsuliyyətini daşıyarsan. Əziz qardaş, orada bir müəyyən şeylər gətirsən. Ay 13 yaşında, Əzim, 12 nə yaşında. müəyyən şeyləri, bax, Bilirsən, bura qədər bax, normal, mənim qulaq as, nənəm, qulaq as. mənim- Nə mən müəyyən bir şey, dəqiqə- qulaq as. Müəyyən şeylər deyil, əzim, kitabın 60% budur. Nə müəyyən şey? Bax, yaxşı, o 1%ni deyim sizə. Mənim nənəm mənə söyləyirdi ki, bizi 13 yaşında, misal üçün, 13 yaşında görürsən ki, gedib ailə qurub və ondan sonra onun 11-10 evladı olub və mən onun olmuşam nəvəsi nəticəsi. O şərt deyil ki, Adı sizin neydi sənin fikrinizdə... qardaş? Şərti deyəcəm sənə. Yox, bir dənə şey deyim. O şərt deyil ki, 13 yaşında getdi. O, Ay qardaş, ona görə dünya elmində 130-cu yerdəyik də. əziz Sənin qardaş, vecimə deyil, amma mənim vecimədir. Yox. Sözümün canına qulaq as, ondan sonra məsələ. O onun şərt deyil ki, 13 yaşında getdi orada, misal üçün, hansısa bir nəyəsə bir Təşəkkürlər söz. 13 əzizim. Yaşlı o ailəyə başlarımdan bura qədər gətirdim. Yeri burada. 13 yaşında. Canınız xeyir olsun. Ərə gedir. Verərsən nəvəvi nəticəvi qızım 13 yaşında. Ona görə 130-cu yerdəyik də dünya indeksində, elm indeksində heç bir şey yaramır. Elmi istəmirəm. Axşamın xeyir olsun. Axşamın xeyir əzizim. Hamınızı salamlayıram. Qardaş, biz mən əsas Sənin nənə ucbatından bu ölkənin uçuruma sürüklənməsinə nətər yol verə bilərik ki biz? Buyur qardaş. Əsas bırax qardaş cəmaatın nənəsinin başı neyinirsən onu? Gör nə deyəm qardaş, mən məsəl üçün öz düşüncəmdə bu dinlərdir, məsəl üçün bu şiəsidir, sünnisidir, xristian, hamısı onların insan təxəyyülünün nəticəsidir mənə görə. Prosta indi mənim elmim o dərəcəyə çatmır. Bir sual vermək istəyirəm ki, bu insanda sənin, mənim yaradılışım. Səsini bağlayacağam. Aşağıda bir iki dənə şəbzül var. Adam deyir ki, buna savadlı adam sərf eləmir. Əsgər qaqaş belə pis çıxmasın. 13 yaşında qız uşağının evlənməsində hər şey qaydasında deyən adam savadlı adamdır səncə? Sadəcə bunu öyrənmək istəyirəm. Chatdə yoldaşlar üzürlü sayın qonaqda olan. Sadəcə onu öyrənmək istəyirəm. Bir dənə yazarsan da mənə bax mesajı diqqətlə takip eləyəcəm. 13 yaşında evlənməkdə heç bir sıxıntı yoxdur. Bu standart bir prosedurdur deyən adam necə savadlı ola bilər? Çox maraqlı değil mi? Siz pedofilsiz, sapıqsız, nəsizsiz? Nəsizsiz, pedofilsiz, nəsizsiz? Hə, buyur İsmail, mikrofon aç zəhmət olmasın. Cavab verin. Hə, qardaş, deməli bir sənə deyim, məsəl üçün yəni onlar hamısının dini nöqteyi nəzərdən hamısını qoya bir qırağa da onlar hamısı təxəyyül nəticəsində yaranan bir şeylər.
Məsələn, siz, biz, yəni Aha. hər bir şey səsim gəlir sizə? Gəlir. Hər bir şey əgər elmlə, fizikla, biologiya ilə ölçülürsə, niyə bir mükəmməl insan yaradıla bilmir hal-hazırki dövrdə? Məsəl üçün baxın, drondur, drona baxıb raketə baxıb müəyyən təkmilləşdirirlər, amma insan Beynəlxalq təkmilləşdirir, yəni konvensiya var axı qaqaşım. Bunu oxumuş olub gəlməyin daha yaxşı olardı. Biliydim bir zəhmət. Çin zaten bunu yaratmışdı. Amerikadan aldığı çip embargosu sonrası bağlamalı oldu, bloklamalı oldu. Bu projeni ləğv eləməli oldu. CRISPR texnologiyaları və onun başlanğıcı ilə bağlı araşdırma ilə görəcəksin. Başqa bir şey var qardaşım. yox, yəni sırf insan refleksinə yaxın insan yarada Bəli, bilir. insan refleksinin 4 qatı hətta. İnsandan daha yüksək səviyyəli bir insan yaratmışdılar. Təşəkkürlər. Bunu bilmirdim, sağ ol. Bilərsən, biraz araşdır, oxuyacaqsın. Təşəkkürlər əzizim. Sağ ol. Günsun, buyur, xoş gəlmisiniz. Günsun, nədir? Gün Sunshine. Axşamınız xeyir Şevik. Axşamınız xeyir. Mən sadəcə bir şey demək istəyirəm. Bura qoşulan bəzi elə bayaqki xanım da, bəzi insanlar qoşulur ki, niyə belə canlı yayın açırsınız, niyə təbliğat aparırsınız? Bəlkə əvvəl mən də elə düşünürdüm. Ta ki elə bax bura qoşulana qədər ki, gördüm nə qədər, nə bilim, Əli şiələri, Vəhhabilər, patriot, fanatik dinə inanan gəncləri görəndən, elə ətrafımdakı o gəncləri görəndən sonra da başa düşdüm ki, bu gənclər elmdən uzaqlaşır, təhsildən uzaqlaşır, ailələrinlə problem yaşayır. Uzaqlaşdırılır. Yəni bunu istəyirlər, belə gənclər istəyirlər yetişdirmək. Yəni sırf ona görə də bu təbliğat yaxşıdır. O insanlar ki qoşulur sizə deyir, niyə belə təbliğat aparırsınız? Bir 15 dəqiqə əvvəl birinin bir söz istifadə elədi. Pantürk sözü istifadə elədi. Bəli, Bu söz bilirsiniz hardan qaynaqlanır və harda istifadə olunur? xəbərim yoxdur. Sepah və onun trollarında. Göstərir özünü ki, bu gənclər hara sürüklənir gedir. Elmdən uzaqlaşır, təhsildən uzaqlaşır. Və bu arada da yəni sevinməkdən ki, Azərbaycanın belə gənci var, hansı ki fəlsəfədən, biologiyadan, tarixdən, elmdən, müxtəlif dinlərdən xəbərdardır. Yəni burada biz tək debata qulaq asmırıq da, həm də bəzi şeyləri öyrənirik, gedib araşdırırıq. Yəni sevinmək əvəzinə ki, belə gənc var. Yəni yığırlar ağızlarına gələni deyirlər. Budur da bunu göstərir ki, bura gedir. Sunshine xanım, onu bilərəkdən eləyirlər ki, motivasiyanı pozsunlar və yayın fəaliyyətini aksatsınlar. Amma anlamadıkları önemli bir şey var. Bu yayın primitiv bir yayın deyil. Bəlli bir proqramı, bəlli bir protokolu var. Hədəf nöqtəsinə çatana qədər də davam edəcək. Sizin gibi geri zekalılar, o aşağıdaki o yazanlarla deyirəm ha, o anormallar. O geri zekalılar bunun fərqində olmalıdır. Sizə bu yolda uğurlar arzuluyorum. Teşekkür Sevərək izləyirik. Sağ olun. Teşekkürler, sağ olun. Sosyala ne diyeyim, müraciət. Buyur əzizim, xoş gəlmisiniz. Salam, axşamınız xeyir olsun. Axşamın xeyir. Buradakiləri da salamlayıram hamısını. Bir dənə sualım var, mənim maraqlı olan bir sualdır. Burada yazmışsınız ki, Allah yoxdur. Bəs indi burada bir məsələ var. Aha. Hə. İnsan üçün haram nədir, halal nədir? Nələr haram, belə deyək də, nələr buyurulur ki, olar, olmaz. Birisinin sana buyurmağı lazımdır ki, get 5 yaşında uşağı təcavüz eləmə. Belə deyək də, haram olan şey, tutaq ki, donuz əti haramdır, işçi haramdır. Elə bir şey var. Yoxdur. Biz belə götürən onda fərqi yoxdur. İşləyirsən haram sayılır. Zərəri var axı. Hə, zərərə görədir sadəcə. Düzdür? Sadəcə zərərə görə deyil axı. Nəyə görədir də? İçki içəndə etik çərçivədə qala biləcəksən. Baxır içməyə. Ay sol. Doğru düzgün işdəndir. Sən kim nə deyirsən? Və tutaq ki, məsəl üçün donuz əti haramdır. O Quran kitabında göstərilib də işçi haramdır, donuz əti haramdır. Məsəl üçün bəzi şeylər haramdır. Donuz əti yeyənlər mükəmməl şəkildə yaşaya bilir. Bir dənə də sual verim, mən başa düşdüm. Bax, deyirsiniz ki, insanın yaradışılığı necə olubdur? Allah Teala yaratmayacaq, insan necə yarana bilər? Təkamüllə.
Bax bu danışıqdır, şuurdur, görmədir, Kamilən. hərəkət edir. Necə yəni? Onu izah edə bilərsiniz, zəhmət olmasa. Təkamül əzizim. Tək hüceyrəldən çox hüceyrəliyə milyonlardan il içində. Başqa nə deyim? Bu qədər. Amma sən mənim Sağ ol. sualıma cavab vermədin. Hansı sualı? Bir az yaşlı qadına, qıza, uşağa təcavüz eləməməyin üçün bir hissə buyurmalıdır. Yox, ona şuur lazımdır, sadəcə olmaz. Şuur lazımsa mən dini neyəm? Həm din cəhətdən günahdır, həm də şuur cəhətdən olmaz. Daha yaşlıya olmaz elə bir şey. Cəhətdə günahdır. Əlbəttə ki, günahdır. Mənə göstərə bilərsən az yaşlı ilə evlilik olmaz. Bu haqda anlayışım yoxdur, yox. İcazəlidir axı. Necə yəni icazəlidir? 8 yaşlı, 9 yaşlı qız uşağını alıb arvad eləyə bilirsən. Harda görünür bu? Hansısa bir ölkədə var o? Yəni yox ki, Əfqanistanda 9 yaşlı qızların evləndirilməsində heç bir problem yox. Yəməndə, Suriyada, İraqda. Demək ki, orada İslam yoxdur da ona görə. İslam harda var? Müsəlman ölkələrində harda olmalıdır? Hansıdır o müsəlman ölkələri? Deyə Azərbaycan. Azərbaycan müsəlman ölkəsidir. Bəli. Bənətən nənələrimiz, babalarımız, nənələrimiz 13 yaşına, 12 yaşına araya gedib deyə bilirsiniz. Belə bir dövr olub da o vaxtı mən bildiyim qədər insanların belə deyək də indiki dövrə qədər elə bir şuurlar olmayıb da ki 18 yaşa qədər olar, olmaz, 12 yaşa qədər olar, olmaz. Niyə olmuş şükürlər? Türk tərəfində yox da elə bir şey. İnsan peyğəmbərə şuursuz deyirsən, hə? Yox, şuursuz deyəndə savadsız deyilən bir şey olur, savadsız. Savadsız idi peyğəmbər. Yox. Və niyə 6 yaşında, 9 yaşında almışdı Ayşəni? Bu harda görsənəm ki 6 yaşında, 9 yaşında elə bir şey harda yazılıb ümumiyyətcə? İslam Yəni qaynaqları. kitabda hansısa bir kitabda qeyd olunub orada peyğəmbər 6 yaşında ya 9 yaşında qızla evlənir. Hə, Hansı kitabda? Səhih Buxaridir. O kitabı oxuya bilərik də yəqin ki. Oxumamışam. Ekrana qoyun. Ekrana qoyun. Al. Oxu. Azərbaycan nə deyil axı bu? Oxuya bilmirəm bunu. Azərbaycan dilində olmasa gərək belə yoxdur. Görmüsən orada 6 yaşında nişanlandı, 9 yaşında da apardı deyir. İngilis sona qədər sayanmırsan? Sayıram, əlbəttə ki sayıram. 6 year old. Bu da 9 year old. 6 neçədir? Ola bilər ki bu sonradan yazılsın belə bir şey. Dini parçalamaqdan ötürü. Get dinini toparla da məndən nə istəyirsən? Sən dinimi mən toparlayayım. Yox. Biz zəhmət toparlayanda gələrsin. Salamat. Oldu, sağ ol. Hidayət yolu buyur, xoş gəlmişsən. Salam aleyküm qardaş, hər vaxtınız xeyir olsun. Və aleykum salam və rəhmətullah və barakatuh. Necə deyərlər, sizin dilinizdə əsənliklər diləyirəm sizə. Biz türklərik, türkük və türkcədir bu. Sən kimsən onu bilənmərəm mən artıq. Yox, mən bu canlıda eşitmişəm bunu. Müntəzir qardaş var idi sizin canlınızda. O söz eşitmişəm, o söz indiyə kimi o söz eşitməmişdim, ona görə deyirəm. Türkcədir və türk dilidir. Sən hansı, sən kim? Səhv eləmirəmsə sağlıq, salamatçılıq belə deməkdir. Bəli, bəli. Mən əslində qoşulmaq istəmirdim. Dedim bir də mövzudan kənara çıxaram. Sonra gördüm ki, elə burada fərqli mövzular üzrə hamı suallar verir sizə və ya siz onlara suallar verirsiniz. Sizin bir video çarxınız çıxmışdı qabağıma, amma səhv eləmirəmsə sizin səhifənizdə deyildi. Başqa səhifəni işlədən insan paylaşmışdı ekran fərqli olaraq. Ki bəs o qardaş səhv eləmirəmsə Kərbəlayı deyirdi. Deyir mənə Kərbəlayı desəm bəs eləyər. Aha.
Siz də ona sual verirsiniz ki, bəs 50 dənə Hüseyn, bir dənə mübariz eləmir, düzdür? Əvvəla şəhidlərimiz, öz şəhidlərimiz bizim başımızın tacıdır. Yəni bizim borcumuzdur ki, bilməliyik onlar harda dəfn olunub, hətta şəhadət məqamına harda çatıblar, düzdür? Bəli. Siz hal-hazırda sizə bir dənə belə ümumi sual verim. Bəlkə də vaxtınızı çox alıram. Vaxtımı almırsan xoşdur. Amma bu gəl belə razılaşaq öncədən. Sən ümumi sualı ver, mən də geniş şəkildə cavabımı verib sənə sadəcə bir ya da bir-iki dənə sual verəcəm. Qısa. Mən çox sual verməyəcəm. Bir dənə ümumi sual verəcəm, bir də başqa söz deyəcəm. Ümumi sualım odur ki, siz hal-hazırda ki, Azərbaycan dövlətində Allah var deyənlər, möminlər, özlərinə mömin deyənlər, ibadət edənlər, onlara necə baxırsınız? Necə insan kimi baxırsınız onlara? Azərbaycana, Azərbaycançılığa sadiqdirlərsə mükəmməl. Həm ibadət eləyir, həm Allah var deyir, həm sinə vurur, həm də Azərbaycan tarixini bilir, məsələn. Şəhidlərinə hörmət eləyir, təkcə yəni Nə gözəl. sizin ərəb şəhidlərinə hörmət eləmir, düzdür? İndi bunu sənə doğru düzgün cavab verə bilməyim üçün bir-iki dənə sual verməyim lazım olacaqdır. Yox, mən sizə sual verirəm də, siz cavab vermirsiniz. Siz necə Mən baxırsınız? cavab verməyim üçün bir şeyə əmin olmalıyam da. Yox, bildim qardaş. Məsələn, bir nəfər İmam Hüseynə sinə vurur, İmam Hüseyn aşiqi özünü şiə qoyub adın, düzdür? İndi burada kritik bir məqam var axı. Eyni o mömin. Sən mənim sualıma cavab vermirsən axı əzizim. Cavab verirəm də. Ver, buyur. Eyni o mömin Xameneyə şəhid deyirsə, Qasım Aha. Süleymaniyə şəhid deyirsə, Aha. o Azərbaycana sadiq bir vətəndaş deyildir. Səbəb? Səbəbi deyim sənə. 1992-ci il. Arabu. Xəbərin var söhbətdə. Arabu? Arabu terror təşkilatının başında, Aha. çiynində rütbəsi ilə bir yerdə. Qozum Süleymaninin nə işi var idi? Yox, o müharibədən məlumatım yoxdur Arabudan. Olaydı bir zəhmət. İndi ikinciyə gəldik. Aha. İslamın ən ikonik yapıtlarından biri olan məscidlərdə donuz saxlananda ağız-ağıza niyə öpüşürdü Xameyni? Yox, qardaşım, sən deyirsən hara çıxdın? Sən nalamıxa vursan, Mən də əzizim. sənə nalamı xəzada vurmuram. Mən də sənə deyirəm. Sən mənim sualıma sualla cavab verirsən. Sualla cavab vermirəm. Deyirəm ki, sənin o mömin dediyin adamlar İraqdakılara, İranın Mən kimə mömin dedim? Mən kiməsə mömin dedim burada. Fərd çəkdim. Sən dedin ki, İmam Hüseyin tanıyanlar özdə şiə. Mən İrana gedib çıxmadım. Azərbaycandan Qulaq as. Qulaq as da mən də sənə cavab verirəm. Mən qısa konkret olacaq. Deyirəm ki, İmam Hüseynə sinə vuran, şəhidlərini də eyni zamanda tanıyan Aha. müsəlman bir vətəndaş öz şəhidlərinə hörmətən Sepahın terroristlərinə şəhid deməz. Demirlərsə mənim üçün heç bir problem yoxdur. Hə, bunu başa düşdüm. Sən bizim şəhidlərimizin, məsələn, Mübariz Bəhmovun həyatı haqqında məlumatın, nə qədər məlumatın var deyə bilərsən? Kifayət qədər. Necə, onun son məktubunda nə yazılıb? Seyid olduğu yazılıb. Seyid nədir? Deməli şiədir də o. Şiət. Anlamadım. Nətər Seyid sözü, Seyid anlayışı hardan gəlir? Zəhmət olmasa aydınlada bilərsən bizə Seyid anlayışı hardan gəlir? Bilmirsən sən onu? Yox. Seyid ona deyilir ki, Peyğəmbərin əhl-i beyti 14 məsum, 12 imamın nəslindən gələnlərə deyilir. Ayso, indi mənə o 12 imamın nəslindən bir dənə kişinin Azərbaycana gəldiyini izah elə, isbat elə. Necə yəni izah Özünün ispat? və ya nəslin. 12 imamın Azərbaycana gəlib. 12 imamın biri olan 8-ci imamım İmam Rızanın bacısı Həkimə xanım dəfn olunub Azərbaycanda. Nə gözəl. Mənə denən görüm. Bacısı İmam Hüseyin, Bu tarix. Hüseyin dedin də 8-ci imamın bacısı. Azərbaycanda nə qayıb ki, nəsli artıb? Sən onu niyə ora kimi qurucalayırsan ki, Azərbaycanla qayıb? Ay sol, niyə ki? Nəsil kök və səcərə məsələsinə aid deyil bu Seyid. Onlar göndərilib ora imamlar tərəfindən. Deməli Bacılar. göndərilib məqsəd bir üzrü say. Bacılar. Bacı tək bacı söhbət deyil. Ora məqsəd Burada iki dənə variant var. Burada iki dənə variant var. Dürüst olaq. Ya sən göndərilib dediyin, onda imamlar bacılarını ya da nəslindəki, kökündəki qadınları bura göndərib ki, gedin orada çoxalın. Ya da öz nəslindəki kişiləri göndərib bura ki, gedin orada çoxalın. İki variantdan biri. Başqa variant da ola bilərdi amma Nə cür bir variant ola bilir ki, gəlib O Azərbaycan göndərə qadını bilər ilə ki- ya da Azərbaycan kişisi ilə bir təmas yoxdursa, nə cür bir Azərbaycan ailəsi Seyid nəsli ola bilər? necə bir dedi?
Əzizim, heç bir evlilik aktı, çoxalma aktı yoxdursa, bir insan Azərbaycanda oturmuş, Gədəbəydə oturmuş, Beyləqanda oturmuş, Qəbələdə oturmuş bir vətəndaş necə seyid ola bilir? Ha, onu bildimi, bax yenə sən mənim sualıma cavab vermirsən əzizim. Sən əslində elmli oğlansan, çox belə vətənpərvər, igid oğlansan. Yəni səhv bilmirəmsə müharibədə Səndən iştirak fərqli olaraq. Düzdür? Səndən fərqli olaraq. Yox, sən elə bilsən də, sən özünü çox elmli Mən elə bilməyi. bilmək məsələ, elm məsələsi deyil əzizim. Sənə Yox, sadə sual verim. sən heç bilməm. Mən 3 dənə, 2 dənə sual verdim, sən heç birinə cavab vermədin. Düzdür? Qaqaş, Ancaq sual çıxartdın, sual sən verdin. özün dedin ki, mübarizin məktubunda nə yazılmış? Mən də dedim ki, seyiddir. Sonra dedin ki, seyid Aha. nə deməkdir? Mən də səndən soruşdum, dedim bilmirəm, səndən soruşdum. Sən də dedin ki, imamların nəslindən olanlardır. Mən də səndən soruşdum ki, hansı imamın nəsli, kökü və ya özü bu coğrafiyada olmuşdur ki, burada nəsil çoxalsın. Hə. Mən demək istəyirəm ki, sənə şəhidlərimiz müharibədə olmusan da, düzdür? Əzim, verdiyim suala konkret cavab istəyirəm. Sən mənə konkret cavab vermirsən, axı mən sənə konkret Mən sənə cavab konkret cavab verdim. Azərbaycanda Xeyr. imamlara sayğı duyub, imamlara yas saxlayan, eyni zamanda Azərbaycan və Azərbaycançılığa sadiq olan hər kəs bizim vətəndaşımızdır və mənim heç bir problemim yoxdur. Heç onun inancını da girib şəxsi münasibətlər zəminində sorğulamaram. Bəs belə bir şey deyim. Qulaq as. Bura qədər hər şey qaydasındadır. Və şəxsin Azərbaycan qanunvericiliyinə və konstitusiyasına görə şəxsi kimə yas saxlayacağı məni əlaqələndirmir. Adam nə bilim Afrikadakı bir X bir şəxsə də yas saxlaya bilər. Mən kiməsə deyə bilmərəm. Sən kiməsə niyə yas saxlayırsan? Sən əlaqələndirir, sən burada Və müdaxilə eyni edirsən. qulaq as deyir. Çox şey müdaxilə edirsən. Eyni zamanda da kimə yas saxlayıb saxlamayacağımı kimsə mənə deyə bilməz. Sol, sən də başqasına deyirsən. Qulaq as. Toplumsal standartları pozmadığı müddətcə, toplumun sosiologiyasını və psixologiyasını pozmadığı müddətcə, açıqdan ixtişaş səbəbi yaradacaq görüntülər vermədiyi müddətcə, evində, işində və ya məscidində kim nəyə yas saxlayır, mənə əlaqələndirmir. İndi gəldik digər bir məsələyə. Mənim sənə ilkdə verdiyim cavabı bir də təkrarlayacağam ki, ona uyğun doğru düzgün cavab verə biləsən. Bir də təkrar edirəm. O adam problemli adamdır mənim gözümdəki. Sinə vurur, yas saxlayır. Bu şəxsi məsələsidir. Amma Bazı zamanda təqlid edir, ona deyirsən. Qulaq as. Müstəhidə təqlid edir bu şəhid. O adam problemlidir. Qulaq as deyəcəm, söhbətdən yayınma. O adam problemli bir adamdır ki, yasını saxlayır, imamətə sayğı duyur, özü bilər. Amma eyni zamanda bizim şəhidlərimizdən eyni kateqoriyaya qoyur Qasım Süleymani kimi terroristləri, sepah terroristlərini. O adam nə öz şəhidinə dəyər verər, nə də o haqqın, ədalətin tərəfində döyüşürdü dediyi imamların. Düz deyirsən. Mən o barədə sənə satmadım ki. Ayson, indi gəldik məsələn pik nöqtəsinə. Sən ona görə ədalətsiz və Azərbaycana sadiq bir adam deyilsən ki, paylaşdığın adamların içində Xamenei var. Və o Xamenei ki 30 il boyunca Qarabağda məscidlərdə donuz saxlanılanda səsi sorağını çıxartmamışdı. O Xamenei ki Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir deyə. O Xamenei ki Sarkisyandan ağız-ağız öpüşürdü. Bax indi sən kimi adam nə imamət məsələsində doğru məsələ deyil, doğru adam deyil. Nə Azərbaycan məsələsində, Azərbaycan ərazi bütövlüyü, nə Azərbaycan təhlükəsizliyi məsələsində doğru adam deyil. Bir etirazın var buna? Mən sənə başqa yerdən ilk vaxt sual verdim. Sən indi başqa Mən də sən sualımın cavabını açıq Mən şəkildə sənə deyirəm ki, mən səninlə burada elmi bəhs eləmədim ki, düzdür. Öz Mən təbəqəmə sənə uyğun elmi sual bəhs verdim. eləmirəm. Mən də sənə normal Təbəqəmə uyğun sənə sual verdim. Mən sənə demədim mən elm əhliyəm, alim adamım. Mən sənə demədim Qasım Süleymani kim olub. Mən sənə demədim Xamenei ağanın fəaliyyəti nə olub. Sən bax, kişi, sən Mən deyirəm ki, birinci girəndə sual şəhidlik verdin ki, barədə. dillə zəhmət olmasa. Dəqiqə zəhmət Sən olmasa. sual verdin ki, Bildim. Sən ilk bilmədin. Sən sual verdin ki, imamlara yas saxlayan, şiə olan, özünü şiəyə nisbət edən, eyni zamanda öz şəhidlərini, öz ölkəsini, öz dəyərlərini sevən adamlara necə münasibət göstərir? Mən də sənə Mən dedim. dedim ki, düzgün, normal. İmamətə yas saxlayan, Amma nə bilim, İrana Azərbaycana, öz şəhidlərinə sayğı duyan hər adam mənim üçün deyil. Əlbəttə ki, bu sözün Azərbaycan haqqı və konstitusiyasının verdiyi bir haqqı var. Təsdiqləyirəm onu. Və eyni zamanda mən bu adamlarla oturub çörəkdə yeyərəm, çayda içərəm, salamda alıram, salamda verirəm. Çünki bu adamlarla, bu yoldaşlar mənim həmvətənlərimdir, sabah-savaş olacaq. Burada mən sənə etiraz eləmirəm. Eləyə də bilmərəm. Gedib paylaşacağıq. Güləcəyik, bir yerdə güləcəyik. Burada bir sıxıntı yoxdur. Amma o adam ki şəhid deyib, şəhid məzarına gedib, o şəhidlə
İranın Sepahın teröristlərini eyni kateqoriyaya qoyur. Onun vizyonunda da problem var, şəxsiyyətində də problem var. Bəs mən nə deyirəm? İranın Sepahın qoyduğu yerə. Onu İmam Hüseynlə bir İndi mən təbəqə də sənə soruşuram, Sepahın başındakı tüleyi niyə paylaşmısan? Sadə bir sualdır bu. Nə Sepah? Bu sənin profilində ölü. Hə. Sən heç kimi təhqir etmək haqqın yoxdur axı sənin birincisi. Keyfin bilər. Sən vəkilisən Xameneyinin. Kim bilər? Gələ. Xameneyi Bu yox. sənin bu sənin profilin deyil, təkrar paylaşanların içində Xameneyinin nə işi var? Gələ. Yox, o başqa söhbətdir. O mən bilərəm, mənim şəxsi fikrimdir. Ay sol, mən də bayaq saydığım kriteriyalar o zaman sənə də tətbiq olunur. Gör orada Xameneyi nə danışır da orada? Azərbaycan Mən də haqqında sənə danışır. deyirəm ki, Azərbaycana çox dəyər verirdi. 30 il Azərbaycan torpaqları işğal altında olanda danışır. Mən birincisi sənə Xameneyidən sual vermədim, Qasım Süleymandan sual vermədim. Mən sənə deyirəm ki, Mən sən sualıma cavab verdim. Bax Xameneyini də Verdim. Sən prosto imkan İndi vermirsən, gəldik digər bir məsələyə. İndi gəldik digər bir məsələyə. Bax bu vətənə xəyanətlə həbsdə olan bir tüleyi niyə paylaşmısan? nədir bu? Nədir o? Vətənə xəyanət. Ekranda bax, sifətinə bax onun. Nə deyir ki orada? Məscid Allahın evində deyir. Bura heç kim hökm edə bilməz. Sən bilmirsən bu adamın dediyi sözlər keçərsizdir ona görə ki bu adam vətəninə xəyanət edir. Heç o mən nə vaxt təkrar paylaşmayacağam bilmirəm. Təkrar paylaşanda Biləydim olur biz, insan əli. bir zəhmət biləydim. Bir zəhmət Elə olur biləydim. insan əli dəyir. Paylaşır. Əli deyir. Xameneyiyə dəlin deyib 2-3 dəfə paylaşmısan. Xameneyi Azərbaycan haqqında danışıb əzizim. Dəxli nədir ki, Azərbaycan düşmənin paylaşmaq nədir bir an? Mən dedim ki, qardaşım. Eşidirsən məni? Mən deyirəm, mən sənə demirəm, mən Şəhid İbrahimi, Mübariz İbrahimovu Sepahla bir tuturam, Xameneyi ilə bir tuturam. Olan eyni təbəqədə deyil demirəm. İndi gəldik digər Şəhid Mübariz İbrahimov. Şəhid Mübariz Amma ona İbrahimov İmam Hüseyn Hüseynin deyirdi, yoxsa yazdığı o. qulaq as. Şəhid Mübariz İbrahimov İmam Hüseyn bağlılığındaydı, yoxsa Sepah bağlılığındaydı? Yox, mən deməm ki, Sepah bağlılığındadır. Ay sağ ol. Deməli indi kateqoriyaya qoyamaz. Mən bunu Ya demək istəyirəm Sepah- ki, bəs sən o Sepah bağlılığında olmayan insandırsa, İmam Hüseynə hörmət edirsə, sinə vurursa, sən ona normal baxsan da düzdür, mən onu öyrənmək istəyirəm səndən. Mən ümumiyyətlə heç baxmıram, nəyimə lazımdır mən. Hə, görsən, deməli orada da nəsə razılaşmırsan da əzizim. O da bizim şəhidimizdir. Mən hər kəsə baxmalıyam. O Təşimov bizim qonşumuz olub da, düzdür, Allah ona rəhmət eləsin. O da din əhli olub. Ay, yavaş. Ağzıma gələn çərənləmə. Birincisi mən özüm Qəbələliyəm, ikincisi Polad Qəbələlidir, Poladın qohum əqrabası Qəbələlidir. Nə danışırsan sən? Necə? Qəbələdə əhlişiyə var, Vəndamda əhlişiyə var, ağzıma gələn danış. Yox, əzizim. Yəni mən onu demək istəyirəm ki, mən heç kimi İrana da nisbət gətirmirəm. Bizim şəhidlərimizi Nisbət onlarda nəyə da bir gətirmirsən ki? tutmuram. Başa düşdün öz şəhidlərimizi. Yəni mən deyirəm ki, Nisbət onlar İmam Hüseyn gətirmirsən? əhli və sevən olub şəhid mübarizədə. Nisbət gətirmirsən? Nisbət gətirmirsən? Niyə getdin ki? Sənə göstərəcəkdim. Sənə göstərəcəkdim, səndən qabaq insanlara göstərim. Ala. Bir dənə zəhmət olmasa bunu uşaqlar oxuyun, oxuduğunuzdan da əmin olaq. Ayətullah Əli Xameneyi son mənzilə yola salındı. Paylaşımıdır bu qaqaşın. Bax, təkrar aldığı paylaşımdır. İndi gəl bunu təkrar aldığı paylaşımlara baxaq görək bizim ordumuzun hər hansı bir mənsubu varmı? Bu təkrar paylaşdılar. Ana videolarına baxaq. Gəlin baxaq. Bir yerdə baxaq. Ordumuzun ana mənsublarından, ordumuzun mənsublarından kimsənin şəkli yoxdur. Varsa buyursun. Siz busuz. İndi mən sənin imamət anlayışınla Azərbaycana sadiq olan Azərbaycan vətəndaşının imam anlayışına qoyduğu sayğını nətə eyni kateqoriyada dəyərləndirir? Sənin dəyərləndirmə kateqoriyan imaməti də, dini dəyərləri də, dini də qoy qırağa. Dini inancların dini dəyərindən keçir. Sənin inandığın format vətənə xəyanətdir. Öz ölkəsinə, öz kültürünə xəyanətdir. Sən bununla imama sayğı duymaq arasındakı fərqi anlamırsansa, ya başında problem var, ya da sən normal adam deyirsən, bunu bilə-bilə deyirsən. Sənin anlamadığın, bizim haftafa dediklərimiz kateqoriya bilavasitə sənsən. Kimsə evində imama yas saxlayır və ya ümumiyyətlə Azərbaycan sevərdi, amma imama da sayğısı var. Bu başqa bir şeydir. İmamətə də sayğısı var, bu başqa bir şeydir. Buna kimsə qarışa bilməz. Konstitusiyonla, hüquqla qarışa bilməz. Hər bir Azərbaycan vətəndaşının nəyə inanacağı onun özünə əlaqədar eləyər. Amma sən
imam adı altında sepah teröristlerine, terörist sistemlere entegre olursansa bu artık konstitusiyonla hak falan değildir. Buyur kardeş, hoş gelmişsin. Danışa bilərik, axşamınız xeyir, salam Evet, edik. akşamın xeyir özüm, akşamın xeyir. Salam. Sevik, sənə qulaq asıram qırdım. Üzü istəyirəm özü. Qaçdı ona görə ki artıq işinizi risk verin. Hə, bu qardaş başqa söhbət elədi, sən də apardın ora haralara çıxartdın. İndi nəysə, indi söhbət uzanır, gedir, uzandıqca. Yoxsa sən elə yerdən vurursan ki, Mən bir dəqiqə özü Özün- istəyirəm özüm. özün- Zaur, buradasansa istəyətdə Zaur. Ha, buyur, buyur. hə. İndi prosto mənə bir sən də təbii, mənə pismə gəlir də. İndi burada yazmısan da Allah yoxdur. Yəni kitab Qurana şey gətirirsən, nə bilim qadınlar 6 yaş, 8 yaş, 9 yaş. Bu indi bunların hamısının cavabı verilib vaxtı ikən, indi də verilir. Hal-hazırda da verilir. Özün də yaxşı bilirsən, bəlkə də bilmirsən deyə bilmərəm. Bəlkə bilmirsən Zaur deyirsən, edibsə mən bilmirəm. bilmirsən. Hə. Yəni deməyim odur ki, yəni bu təfsir var da, Quranın təfsiri var. Aydınlıq gətirilir. Quran hər şey haqqında. Əhl-i Şiə və ya Əhl-i Sünnə? Əhlüsünnə, mən peyğəmbər yolu. Tamam. Şeydən Talaq surəsi 4-cü ayətin təfsirinə bax. Tirmizidən bax. İndi mən indi Quran yanımda deyil, sözün açığı. Mən onu açıb məsələn Ayəti mən sənə əzbərdən deyəcəm. Təfsirinə bax, internetdən bax. Hardan istəyirsən bax. Yox, ona bir dəqiqə mənim şəraitim yoxdur, əzizim. Mən də sənə deyirəm ki, Evet. qardaşım. Mən də sənə deyirəm ki, qardaşım. Sən Quran Açırsan bax, Talaq mən surəsi 4-ü. Qulaq as. Qulaq as, mən Açırsan Talaq qardaşım bir surəsi dənə 4-cü ayəti Tirmizidən, Əhl-i Sünnənin ən mötəbər qəbul elədiyi təfsirçilərdən, Tirmizidən, Ha. İbn Kəsirdən, İbn Abbasdan təfsir gətirirsən, baxırsan ki, orada azyaşlı evliliyi üçün heç bir problem yaradılmayıb. Başqa bir açıqlaması var bunun. Yox, heç bir şey yoxdur. Ay, Açıqlaması yox. O zaman mənə şəriətlə azyaşlı evliliyin Yox, qadağanlığını onun ispat. səhih olmağı da var da, səhih olmağı da var da. Təfsirin səhihliyi Sevik. olur. Neyin? Hədis soruşmuram səndən, təfsir deyirəm. Təfsirin səhihliyi olur. Yox, təfsiri demirəm. Yəni bunun elmi də var. Tirmizidən bax təfsirə. Sevik, baş verəm. Sən o elmi bilmirsən, sən biliyin var. Özünə görə biliyin var. Mənə sənin heç bir etirazım yox. Amma sən çox şeylər bilmirsən, Nə qardaşım. deyirəm qardaşım? Üsul hədis diye bir anlayış var. Xəbərim var. Qulaq as. Ayşə, Qulaq as. bir dəqiqə. Üsul hədis. Qardaş, bir dəqiqə. Anlayışım var. Qulaq as. Üsul hədis. Anlayışım var. Nə hədis? Usulü hədis. Nə hədis? Hədis usulü. Hədis usulü. Anlayışım Ha, var. usulü, hə. Yox, elə də var anlayış. anlayış. Yalan. Hə, mən var. Gəl Yox. sənə yapışdırım bunu. Səhih hədis. Allah səhih hədis. Birbaşa Ayşədən rivayətdir. Ravilərdə sağlamdır. Ha. Gəl. Mən bunu izahım ver. Bax, Nədir də, rivayətin nədir? mərkəzi kimdir? Kimdən rivayətdir bilirsən? Birbaşa Ayşədən. Ayşədən rivayət olunan hədislər. Ravisi sağlam sayılır yox. Yəqin ki, yəni. Yəqin ki. Mən 100% görürəm. deyirəm. Özü 100% bilmirsən nəyə deyirsən ki, onda bir üsulu var. Qardaş, hər şeyin üsulu var da. Mən Quranın şey Mən də sənə deyirəm ki, üsulunu, mən bilirəm. Sən bilmirsən. Yox, Ayşə nə deyir? Burada nə deyir? Ayşə nə deyir 6 burada? yaşımda nişanlandım, 9 yaşında evləndim. Ha, normaldır. Normaldır qardaşım. Bəli. O dövürsün. Qulaq as da bir dəqiqə. Yozma da, başqa yerə yozma, xahiş edirəm. Elə o dövrdən bu dövrə gətir. Ha, yozma. Qulaq as. Hə. 9 yaşında ərə gedib. Birincisi onun atası kim olub? Dəxli nədir ki? Yox, atası kim olub onun? Dəxli nədir? Ha, daxili çoxdur da, başqa dönümsə. Problem burada yaşlı dəxli deyil. Dəxli nədir atası kim olur? Hayat onu. Ha, 9 yaş o vaxtın. Bu bir. İkincisi də ki, qardaş, Hə. sən peyğəmbəri ucuz sayma, başqa dönümsə. Sən onu, o insanı... Peyğəmbərdə qaşımı. Sadəcə Yox, aşağıdan sən yazdı ucuz- da bu Bəkirdə sözü də bilmir Cəməl. Mənə bax. Qardaş, Mən ucuzlaşdırıram. mən gözəl bilirəm. Başqa dönümsə, mən yaxşı ucuzlaşdırıram bilirəm. Peyğəmbəri. Əzizim, mən ucuzlaşdıram peyğəmbəri. Əlbəttə sən ucuzlaşdırırsan. Sən Mənə bax, qardaş. Soruşmaq Nəyin ucuzlaşdırırsan? Sizin hədis Başa düşürsən? qaynaqlarında yazır ki, Sən mənim peyğəmbərimə necə ucuzlaşdıra bilərsən? Başqa dönüm. Qulaq as. Ha.
Ha. Peyğəmbər o Yox. qarşı, Peyğəmbər var hədis gələndə ki, Peyğəmbər oruclu vaxtı Ayşəni dinləmir, ucuzlaşdırmır. Mən onu oxuyanda ucuzlaşır. Ya o bana bax, o basıb bağlama. Elə söhbət yoxdur. Bax onu basıb bağlayırsan. Sübut eləsəm. Ay 5 dənəsini gətirir, mənə o dəxli yoxdur. Yoxdur, eləsən. Yoxdur elə bir şey. Qardaş, yoxdur elə bir şey. Kitabında var, hədis kitabında var. Mən qəbul eləmirəm o hədisi. Ay sol. Mən qəbul eləmirəm. Qulaq as, saxla. Vallahi billahi yalan danışırsan. Qulaq as. Yalan danışmırsan, onu yazan yalan yazır. Ay Sən yalan, sən qınamıram. Eşidirsən, sən qınamıram. Mən sevdim səni. Hindi dinlə. Əhsən, səndən nə fikir? Hə. Yalan yaz, doğru yazıbdı. Səhv yazma bilmə. Mənə bax. Onu yazan rəzil adam deyil də. Sən gəlib mənə şər atırsan ki, sən peyğəmbərə uzatsan. İndi sən mənə. Hə. Deyə bilərsən ki, İbn Abbas peyğəmbərə dil uzadırdı. İbn Abbas yox. Yox. İndi gəl sən İbn Abbas. Ay sağ ol. İndi saxla. Ha. İndi saxla. Aha. İndi saxla. Aha. Səbirli ol. İbn Abbas peyğəmbərə dil uzatmırdı ki. Deyə bilmərəm. Yəni yox. Yox. Əhsən. Sahabi idi o da. Bəli, sahabe idi bəli. Bəli. İndi gör sən qardaşıma ayət göstərsin. Gör nə qəşəng dil uzadırlar. İnsan gör dil uzadır deyə bilərsən. Yaxşıdır. Gözdür. Gözəl adamsın. Sən də gözəl adamsan. Amma belə qaldı ha. Yəni sıxışan kimi artıq heç söhbət olmasın. Mən artıq əski söhbət eləmirəm. Yaxşı. Gəsə göstərim. Qaqaş, nə yazılıb aşağıya? Mən gözlərim yaxşı görmür deyəm bir dəfə. Təfsiri İbn Abbas. İbn Abbas. Ay sağ ol. Gör İbn Abbas Hesab 37 barəsində nə yazır? Nə yazır? Bax. Oxu, xahiş edirəm, mənim gözüm görmür. Oxuyuram. Hə. Hani sən Allahın nemət verdiyi kimsəyə deyirdin, İslam ilə özünə nemət verdiyin Zeydə, İslamla yəni özünə, Zeydin özünə nemət verdiyin və sənin də kəndisine ikramda özünə yəni bir bağışda bulunduğun köləlikdən azad etməklə xanımını özündə yaxşı saxla və onu boşama deyirdin. Düz? Bəli. Gəldik digər məsələyə. Allahdan qorx. Badiyamı sabit deyim ki, hər kəs oxusun. Gör nə qəşəng mətn var burada. Allahdan qorx. Allahdan qorx. Allah Taala'dan sakın və onun yolunda boşamaq onun yolunu boşamaq surətilə açma və içində gizləyirdin ona duyduğun sevgini və onunla evlənmək arzusunu gizləyirdin. Peyğəmbər Zeynəbi almamışdan qabaq, oğulluğu olan Zeydin arvadı ikən hələ Peyğəmbər Zeydin oğulluğunun arvadını sevirmiş. İndi bunu deyən İbn Abbas mı Peyğəmbərə dil uzadır mı, bu oxuyanda mənmi? Əgər bax bu var ha, bax bu təfsir. İndi bilmirəm də bunu hansı nə bilim necə nə məna ilə yazıb da. İndi bunu oxumaq lazım, onun dərcələrinə getmək lazım. Amma onun təfsiri var. Nə gedirsən ki? Qardaşım, bir daha mənə qulaq as. Başa düşdü. Burada yazıb bunlar, mən bunlara bir söz demirəm. Mən bir söz demirəm. Amma o sən dediyin ayəni onun təfsiri verilib. Birincisi o xanı bildim. O Zeydin arvadı, Peyğəmbərin neyi olub? Neyi olub? Birisi qızı. Birisi qızı. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm düzdür tam. İstəsəydi o qızı özünə xanım eləyərdi. Ona da Zeydə verməzdi. El qırağından qorxurdu. Hansı el qırağından? Nətə 9 yaşında qız alan, bir daha 9 yaşında qızı alan el qınağından eləyəcəkdi. Başa düşmürəm. Ərəblərdə də yoxdur ailə evlilik. Necə yoxdur? Niyə yoxdur? Yox idi. Qardaş, nətər olur o? Əli Fatiməni alır. Əli Fatiməni ala bilir. Peyğəmbərimiz pisi qızını ala bilmirdi. Yox alanmır. Peyğəmbərimizin Peyğəmbərdən sonra ala biliblər də bunları. Ata, Peyğəmbərimizin nə qədər xanımı olub? Nə qədər xanımlar olub? Göstər bir dənə də ayət göstərsin qardaşım. Göstərsin. Yox, bir dənə mən sənə bir dənə söz deyim qardaşım. Bax, and ola Allah. Buna bax. Gör nə ayət gəlib. Gör nə ayət gəlib evlilik aktından sonra. Nə gəlib? Nə? Var. Gör nə qəşəng ayətlər var burada.
Ey Peyğəmbər, meyirlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə icrət etmiş əmin qızları, bibin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, ha belə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansısa bir mömin qadını sənə halal etdik. Digər möminlərə deyil, yalnız sənə. Əgər digər möminlər bibisi qızı ilə evlənə bilməzsə, Peyğəmbər riski bibisi qızını alsaydı nətər olardı? Huy. Peyğəmbər reski bibisi ben nətər yaxşı. Sonra bunu özünə arvad eləyir axı. Arvad dediğin sana ilə ayət gəlir də. Ayə gəlir, hansı ayə? Bu ayə. Hassa bəlli. Hə, nə deyir orada? İndi buna Ne bak. deyir orada? Sigorta ayetlerine bak. Diyor ki bibin kızından alabilirsen, bibin kızını Quranda ne deyir? Allah buyurur ona. Allah buyurur və vəh gəlir Allahdan ki, sən o qızı boşasa, get o qızı al. Düzdür? Allahdan gəlir. Gəlir. Deməli bu əmrdir də bunun üçün. Düzdür? Niyə? Sen hiç sual verdin, sen özünə ki Allah peygamberin bibisi kızıyla niye evlendirsin ki? Niyə evləndirsin? Ha. Allah bilir. Yok. Burada başka şeyler var da. Neyse göre ona yadımdan çıkıp da bu təfsir yadımdan çıkıp bir dəqiqə hal-hazırda. Allah'tan ona Sen bəh ne gəlir. göreceksin? Sen örgətsin kardeşim. Əgər onu Kulak az. Adın ne değil kardeşim? Kardeş adın ne değil? Eldardır. Eldar. Eldar. Sen əhl-i sünneydin Buyurun. değil mi? Əhl-i sünnə, bəli. Ha, bilgisiz əhl-i sünnet. Qoy əhlatı isə örgətsin. Bu ayetin səbəbi nüzulu bilirsən. Sən mənə öyrədəməzsən, boşuna Kulak az, durursan. kulak az. Yarım saat sizə örgədirəm. Bu ayetin səbəbi nüzulu mümkün vərasetlə deyil. bağlıdır. Kulak az, kulak az. Vərasetlə bağlı olan bir şey aydınlıq gətirmək. Saatla danışaram, yorulmaram. Sən mən yeririm səni, eşidirsən? Biz yerliyik, amma mən qəbul edəmirəm ki, sən necə onu qəbul eləmirsən. Mənə çatmır. Prosta mən nə qədər istəyən danışaram səninlə. Saatlarla danışaram səninlə. And olur. Kulak az. Prosta sənə canım yanır, eşidirsən? Sənə düz yolda döyürsən. Haralsan, yerliyəm, haralsan. Yerli haralsan. İndi hər aralıyam. O zonadanam. Qəbəlidənsən. O zonadanam. Hə, mən də sən böyrəyim yanır, ciğərim yanır da ki. Bir cəmaatalam. Biz göz görürsəm sənə deyəcəm. Eşidirsən? Kulak az. İnsanlar Əgər saqqalın varsa Ay, sən mənə 20 metrə yaxınlaşa bilməzsən. Bu arada məlumatın olsun. Mənim saqqalım yox. Mənim saqqalım yox. Ay, saqqalın varsa mən 20 metrdən artıq yaxınlaşamazsın. Ne olur saqqala ne olur? Bir saqqal ol. Sənin üzündə saqqal yoxdur. Deyirəm ki, bığsız saqqalın varsa mən 20 metrdən artıq yaxınlaşamazsın. Mən sənə bir dənə söz, bir dənə elementar bir dənə söz deyim. Başıyordum sən. İnsan ne cürə yanarım. Bax. Yəni söhbətə ara varlıq fırlatsan, olaraq gözdə görürəm. Qulaq as bir dənə. İnsan varlıq olaraq ne cürə yaranıb sənin gözündə ne cürədir? Səbirli ol. Bir də mənim sualıma bax, bu sualıma cavab salıysan mən Kulak az da. Hara Bir də fırlatmasın? qurban olsa başladım bir də. Yo, söhbəti fırlatma. Fırlatmıram, sən öl fırlatmıram. And olsun fırlatmıram. Hardan söhbətə cavab verəcəksən ya da ki başqa söhbət. Ha, Sevinç. Xahiş edirəm səndən. Cavab Bax, verəcəksən, kişi olursan, ya da başqa kişi kimi danışaq da. Bax, kişi olursan, O zaman kişi kimi təşvik- danışaq. Bunda fırlat, var, fırlat. saqqalında var, başında tükün də var. Mənim başımda tüküm yoxdur, üzümdə də tüküm bığım var. Teşekkürler. Mənim. Qulaq asla. Bax, bir daha qulaq as. Olmaz yerir. Teşekkürler. Bu arada dediğim gibi sakalım varsa, bığsız sakalsa mən 20 metre artıq yaxınlaşamaz. Zenfire Hanım buyurun, hoş geldiniz. Axşamınız xeyir olsun. Səbirlə Axşamınız dinlədim. Bu düşüncələrə də hamısına hörmətlə yanaşıram. Mən bir şey üçün qoşuldum Çevik. Əslində sizin sosial şəbəkələrdə çox fikirləriniz məni həqiqətən düşündürür və özümdə bir nəticə də çıxardıram. Bu demək deyil ki, yəni sizin ora yazdığınız sözlə razıyam əsla, amma bəzən bu mən çox sizdən xahiş edirəm ki, yəni bir vətəndaş olaraq əgər ki siz bildiyim qədər Azərbaycan Respublikasının qanunlarını daha gözəl bilirsiniz və qeyrətli bir Azərbaycan oğlusunuz. Çox Bu xahiş edirəm, nə olar bu farsları qoşmayın da bura. Çox xahiş edirəm sizdən. Bu cahil, bu Qoşmasaq kim farslar, olduqlarını bilməyəcəyik. yox, ağaya görə ağlayanlar, mənim mübariz kimi oğlanlarım
rəhmətə gedəndə heç mi Farsın bir adamı bizim üçün ağladı mı deyə, orada yas saxladılar mı deyə. Mən bax bunları görəndə inanın tam səmimiyyətimdən mən bədənim ürpəşir bunların danışıqlarına, belə cahil insanların danışıqlarına və mən sənə təşəkkür edirəm ki, sən elmi şəkildə bizim gəncləri bax belə elm yoluna çəkirsən, elmləndirirsən, maarifləndirirsən. Mən vallahi mən başqa heç kimə qoşulmazdım və neçə gündür də sizi dinləyirəm. Sadəcə olaraq bu bəzən bu farslar gəlir, inanın bəzən görürəm o körpə uşaqları, körpə balaları hətta öz yollarına belə deyək də çəkirlər. Belə nə bilim özlərini döyüşdürürlər, qan çıxardırlar və bunları gördükcə insan olduğundan utanır. Əgər ki bir insan həqiqətən müsəlmandırsa, həqiqətən Allahı qəbul eləyirsə, dininə, imanına düzdürsə, əməli düz olmalıdır, haqqı düz olmalıdır, ədalətsiz olmamalıdır, haqqı tapdalamamalıdır, bir yetimin, məzmunun ahını almamalıdır. Yoxsa ki, həcə gedib $10.000 xərcləyib, hansısa bir yetimi ağlar qoyub, orada onun çörəyini verməyib, özlərini reklam xarakterli gedirlərsə, bunlar mənim üçün müsəlmançılıqda ola bilməz. Bir də bir mövzu da var, sünnət toylarında içki verən insanlar, necə ki müsəlman, əgər ki müsəlman olursa dində, bizim bildiyimiz dində, bizim eşitdiyimiz dində müsəlman olursa, dində toylarında içki verirlərsə, bu nə qədər düzgün ola bilər? Bu necə ola bilər? Belə müsəlmançılıq ola bilməz. Yəni mən bildiyim qədər, yəni sünnət toyuna, üzr istəyirəm, sünnət toylarına məsəl üçün gedirik, dəvət alınırıq, görürəm ki, içkili insan özünü idarə eləyə bilmir və adını da qoyurlar, müsəlman olur. Bu uşaq müsəlman olur, bugün müsəlmançılığa qədəm qoyur. Yəni bunlar qəti bir şəkildə həqiqətən utanç verici. Və bir də sizin vaxtınızı çox almıram, çox xahiş edirəm mən sizdən. Bir vətəndaş olar, o farsları bura qoşmayın, nə olar? Adam inanırsız əsəbdən, mən şəxsən onları eşidəndə mən əsəbdən əsirəm. İğrənirəm onlardan, diksinirəm elə bir xalqdan. Teşekkür ederim, var olasın. Çox sağ olun, vaxtınızı aldım əzizim. Vaxtınızı aldım, təşəkkür edirəm. Çok sağ olun. Çox sağ olun. Teşekkür Məni çıxarda bilirsiniz. Hə, mən özüm çıxdım. Bəli. Yoldaşlar dediği şey tam bir paradoksdur da bilirsiniz. Adam uşağını müsəlman eləmək üçün məclis təşkil edir, sünnət təşkil edir və həmin məclisdə müsəlmanlığın haram buyurduğu şeyi tətbiq edir. Çox enteresan bir paradoksdur. Enteresan bir paradoksdur. Bak aşağıda hədəf elədilər artıq. Bu qədər radikal olmağa niyə gerək var? Şeyx, hoş gəlmişsən, bizim şeyximiz. Səni şeyxlikdən azad edəcəyik. Səni şeyxlikdən azad edəcəyik. Şeyx kimi iştirak eləmirsən. Vəliyev Əmrah, Dövlətzadə Ali. Niyə saqqal saxlayırsınız? Aslında saxlamaq xoşuma gəlmir. Sadəcə. Quliyev, buyur, xoş gəlmişsən. Salam aleyküm Sevik qardaş, axşamınız xeyir olsun. Axşamın xeyir. Sevik qardaş, baxıram videolarınıza, bəyənirəm. Həqiqətən də çox sağ olun. İnsanları maarifləndirirsiniz. Cavanlarımızın gözü açılır həqiqətən də. Mən də sizə necə deyim, iki sual vermək istəyirəm. Çünki dədəvimizdən, babamızdan yəni ki belə görmüşük də məsələn. Amma indi bu videolara baxdıqdan sonra, siz araşdırandan sonra insan elə bir ki gözü açılır da yəni. Niyə sözünün nə olduğunu dərk edirik ki, niyə məsələn bunu görmədən inanmışıq? Niyə və necə? Bəli, bir insan verə bilməlidir. Bəli. Artıq mən özüm o vaxtı hələ indi vaxtınızı da çox almaq istəmirəm. Həmişə biz ailəlicə pirlərə gedirdik, nə bilim, Xıdırzindi baba, o biri baba, nə bilim, bu biri baba. Sonradan oturdum, başladım fikirləşməyə ki, bir dağın başındakı bir dağ bir insana nə edə bilər? Bir insana nə verə bilər? Heç bir şey. Yəni bu mümkünsüz bir şeydir. Dırmaşa 3 kilometr, 5 kilometr dağın başına çıxırdıq, düşürdük, nə bilim, apab konfet kağız qoyurduq. Quşlar gəlib yeyirdi, nə bilim, itlər gəlib yeyirdi. İnsana heç bir fərqi yox. Yəni eləmirdi. Yəni necə deyim? Dağın başına və hər hansı ikonik bir yerə, hər hansı bir totem olan bir yerə qida məhsullarının qoyulmasının İslamla uzaqda yaxınlığı yoxdur. Bu bir şaman gələməyidir və tengrizmdən gəlib, türk kültüründən gələn bir anlayışdır. Teşekkürler. Elədir. İndi bir sual vermək istirdim. Günah deyilən bir anlayış varmı? Yəni biz nə vaxtsa elədiyimiz bir hərəkətə görə onun cəzasını çəkəcəyikmi? Məsələn, bir heyvanı incitdiyimizə görə, bir insanın qəlbini qırdığımıza görə.
Əzizim, birincisi bu məsələdə təsirlə bərabərdir prinsipi işləyir. Nə əkərsən onu biçərsən prinsip. Atalarımız dediyi kimi. İkincisi, təbiətlə bağlı, qida sistemləri və ekosistemlərlə bağlı verilmiş gərəksiz zərər sənə sabah o halda təsir edə bilər ki, ac qalasan. Yəni bu səbəbdən də türk kültüründə və türk törəsində, tenqrizmdə belə bir anlayış var, panteizmdə yəni. Türk panteizmində. Təbiətdən gərəkəni və gərəkdiyi qədərini almalısan. Əgər 5 dənə ağac kəsirsənsə 5 dənəsində əkməlisən. Doğum ənənəsində, ətrafında, doğum ərəfəsində olan bir heyvanı kəsə bilməzsən, çünki kəsəcəksən, məhv olacaq, növbəti il az qalacaqsan. Bu təsirlər bu gün də keçərlidir. Təbiətə verdiyin zərər 4 qatı sənə qayıdacaq. Ağacsızlaşdıracaqsansa ətrafı müxtəlif geoloji faktorlara səbəb olacaqsan. Torpaq sürüşməsi kimi şeylər, yolların məhvi kimi şeylər və onun altında qalan insan kimi faktorlar. Yəni ekosistemə verdiyin zərər sənin özünə qayıdır. Qaldı ki, digər məsələlər. Əzizim, başqasının toyuğunu oğlayacaqsan, sabah səni toyuğu oğlayacaqlar. Dolayısıyla bu sosial strukturu və sosioloji strukturu çökdürən anlayışdır. Əxlaq bundan ötəri var və əxlaq ona görə dəyişkəndir. Əxlaq bu səbəbdən strukturlaşıb. Yəni intersubjektiv bir anlayışdır, toplum razılaşmasıdır. Toplumun standartları daxilində yaşayacaqsansa yaşayacaqsan, yoxsa ya toplumdan dışlanırsan ya da ki sistem içində məhv olursan, gedirsən. Yəni ki, çevrə anlayışını qorumaq lazımdır. Yəni ki, çıxmaq lazımdır. Çevrə səni qoruyur. Çevrə səni qoruması və ya çevrədən qida məhsulları əldə eləməsən, ölüm şansın artır. Bəli, Çevik qardaş. Allah köməyiniz olsun. Üzr istəyirəm, çox sağ olun. Sorun deyil, sorun deyil. Teşekkür ederim. Sağ olun. Fotofon.az, buyur, hoş gelmişsiniz. Salam aleyküm. Necəsən qardaş? Əzizim, səsin zəif gəlir. Hər vaxtın xeyir, buyur. Sən neçə yaşın var? Bunun sənin üçün nə fərqi var, qardaş? Maraqlıdır. Mənim 46 yaşım var. Yüksək səslə danışdı, əzizim, səsin gəlmir. Sizin deyirəm neçə yaşınız var? 35. 35. Lap yaxşı. Sənin dediklərini tam mən hardasa bir 16 il bundan qabaq bax sənin kimi belə hamı ilə sporlaşır. Bir müddətdən sonra oca başa düşdüm ki, yox da indi kim nəyə inanırsa, inansın da yəni. Amma indi özündə axır soravını sən araşdırma aparırsan axı ki, bu necə olur, nətər olur. Hə yaxşı, indi bu kitab indi gəlibdi bizə. Kitabın yaxşıdır, indi bazasını mən götürdüm də tam. Oğurluq eləmə, yalan danışma. Nə bilim, filan şey eləmədi. Bu bir bazadır da, anlayışdır da. Axır başı indi anlayırsan ki, bu sənə bir tərbiyə ilə gələn, sənə valideynlərindən asılıdır bu bir şey. Sən demişsən, yəni mən düzənməli adam olmağım üçün, normal bir insan olmaq üçün mənim dinə gəlməyimə ehtiyac yoxdur. Tamam, bu heç. İndi başqa bir məsələ. Yəqin ki, indi elmlə də maraqlanırsan da mütəmadi. Mənim qabağıma bir dənə belə bir statya çıxmışdı, orada oxumuşdum ki, bu antropologiya ilə məşğul olan insanlar, onlar indi DNK testi də hər dəfə aparırlar da, tapdığı sümükdən, nə bilim, filandan, behmandan. Paleontologiya. Belə bir qərara gəliblər ki, müəyyən bir dövrdən sonra filan genlər əlavə olunub birdən-birə. Bilinmir hardan. Komple teorisi. Şahzım, Nature'da ya da biyolojikdə akademik qaynaq var mı? Var. Zəhmət olmasa linki. Hə, linkini atın. Çatatıdan bax. Hə, yox, belə bir şey yoxdur. İndi ataram. İmkan olar, axtarıb tapıb onu bir də təzədən atarım. Belə bir şey qabağıma gəlmişdi. İstəyirdim öyrənəm görüm, sən bu barədə nə fikirləşirsən? Yoxdur elə bir şey yazdım. Mən Nature Premium üyəyim. Yəni biyologiya ilə bağlı hər hansı bir akademik çalışma anında monitoruma düşür. Yayınlandıqdan sonra. Bəli. Hətta mən sənə bir dənə qeyri-adi və sənin əsəblərinə deyəcək bir şey deyim. Əzizim, Neandertalların təcavüz mövzusu. Net şəkildə isbatlanıb. Çox təəssüf ki. Yox, mənim xatirimə nöş deyil. Onsuz da mən də araşdırıb bildiyimə görə Neandertallarla da Kramanyonlar onlar 1.23. Bir təxmini hardasa 1.23 yaşayıblar da. Hə, onlar da o
sən dediyin o ana, bacı, bunlar necə çoxaldılar? Bu 2 nəfərdən Adəmlə Həvvadan 8 milyard insan. Neandertalların yox olma səbəbi tamamen bununla bağlıdır. Çünki Homo sapiens qrupunun zəka səviyyəsi Neandertallardan çox idi. Amma Neandertalların bizdən üstün olduğu kritik bir mövzu var idi. Kas yapı sistemi. Bəli, bəli, qırıb töküblər də onları. Bəli. Başqa bir şey. Harda? Yox, başqa bir şey heç nə. Prosta hərdən qoşulmaq istəyəndə nə olar? Mənə də qoş da. Çalışdığım qədər. Təşəkkür edirəm. Sağ ol. Allah'ım daha çok bilir. Kardeşim hoş geldin ama burada bir kritik sorun var. Allah'ın daha çok bilirse sen niye buradasın? Və sən də oraya yazmısan ki, Allah yoxdur. Dolayısıyla yani Allah bilipsə diləmir. Onu deyirəm. Ha, o deməkdir ki, mən deyirəm Allahım daha yaxşı bilir. Sən də yazmısan ki, oradakı Allah yoxdur. İndi sən məni ispat edə Allah'ın görür yaxşı ki, bilirse Müminim suresi 14. ayette kalsiumun ana bəhdinində Kloss, bir bir baş dəqiqə, 30 bir dəqiqə, saniye Kloss. içində ölüm səbəb olacağını niye bilməmişdi? bir dəqiqə deyən görə sən qabağa kompüteri qoyub orada nə əzbərləyirsən ki? Bir dəqiqə Ben deyəm. qabağıma kompüter koymağıma ihtiyac yoktu. Qulaq as görək də, sən oturduğun yerdə mən bilirəm hardasan. Və kompüteri Ben qabağımda Qəbələdəyim, Qəbələ rayonundayım əzizim. Qəbələdə sənin harda olmağın maraqlı deyil. Mən sənin deyirsən ki, Allahım daha yaxşı bilir. Mən də sənə deyirəm ki, sən deyirsən Allahım yoxdur orada. Onu ispat elə mənə. Onu Varlığına ispat dair elə. yeterli delil. Kulak as da sualı verdinse gözle. Varlığına dair yeterli delil yoktu. Qulaq as görək necə? Varlığına dair yeterli delil yoktu. Nə deyirsən? O Azərbaycanca danışır, nə deyirsən sən? Varlığına dair yeterli delil yoktu. Yoxdur, yoxdur sözün çıxad ortalığa. Çıxardım. Bəli. Ontoloji status kazana bilmir. Varlık felsefesine girmek için ontolojik kriteriyalar. Ay sən fiskal kimiyaya getmə, sən fiskal kimiyaya getmək. Sən Allahın hökmü. Sen başın satır ben ne ayırım? Nasip kardeş buyur hoş gelmişsin. Ben ontoloji deyirəm adam deyir fiska. Felsefedir felsefe. Varlık felsefesi. Britcom. Vay səndən axşamın xeyir. Akşamı xeyir. Necəsən Cəvik, evinə falan? Yaxşıdır. Çox sağ ol. Sən necəsən? Yaxşı olasan əzim, yaxşı olasan. Dinləyicilərimi də salamlayıram sənin. Təşəkkürlər. Səndən bir icazə alacağım, bir məlumatda necə deyirlər, bölüşəcəm. Əgər icazə versən təbii ki, efir sənsən deyə ona görə. Dostlar, ümumiyyətlə Çevikin debatlarına baxanda, indi təbii ki, bax burada Çevik belə deyək də Allahın yoxluğu barəsində iddialar irəli sürür və s. və ilaxır. Bilirsiniz, hər bir şeydə bir pozitivlik götürmək lazımdır. Birbaşa debata keçsək olar mı? Okey, keçəcəm indi. Yaxşı, bunu qoyduq kənara. Çevik, bir sual vermək istəyirəm sənə. Ondan qabaq debatın başlanğıc nöqtəsini təyin eləsək olar mı? Yəni sadə bir şeylə. Okey, biz belə deyək də, düz deyək, empirik düşüncənin sərhədlərini onu demirəm. Bu yöntəm belə işləmir. Yəni siz iddia qaldıracaqsınız və müdafiə edəcəksiniz. Müdafiə etdiyiniz şey metafizik yoxsa fiziki substansiyadır. Bunun tərifini verin yetərlidir. Sonra başlayın. Okey, baxın. Biz ola bilər ki, biz keçən dəfə danışdıq sizinlə qəşəng də debatımız keçdi. Mənim keçən dəfə saldırgan modda değildim əzizim. Bugün saldırgan moddayım. Yəni argumenti qaldırdığın anda 60 dənə kontrargument işləyir. Çevik, sadəcə olaraq mən keçən dəfə sual verdim. Bu üstü örtülü qaldı. Sözün açığı bir cavabı eşitmək istəyərdim. Bax, biz deyirik ki, bugünkü gün Tanrı. Düzdürmü? Biz deyirik ki, tengriçilər. Mənə maraqlıdır ki, okey, bu Tanrı anlamı nədir sizin üçün? Yaradıcıdırsa? Anladım. Mənim üçün Tanrı, yaradıcı, boq, qat, heç bir termin təməlinə sahib olmayan söz yığınır, hərif yığınır. Bunu mənalı eləyən sənin verəcəyin tərifdir. Və mən səndən tələb edirəm. Semantik tərif zəhmət olmasa. Yox, semantik tərifdən getmir. Mən sadəcə olaraq burada yenə də deyirəm, söhbət səni o çarmıxı çəkməkdən getmir. Biz sadəcə olaraq diskusiya aparırıq. Sənin fikrini daha dərindən tutmaq istəyirəm. Məsələn, misal olaraq o zaman izah edeyim. Tam olaraq təməlindən başlayaq.
Tanrı Okey. veya bunun benzerindeki anlayışlar hiçbir semantik tarife sabit değil. Semantik tarif dediğim şey mana tarifidir. Mana tarifi sabit olmayan bir şey varlık felsefesine ilave olunabilmez. Dolayısıyla iddiası da kaldırılabilmez. İkinci geldik kriteriyalara. Tanrı deyilen, Allah deyilen anlayışın, yaradıcı deyilen anlayışın semantik tarifi olmadığı için hiçbir analitik kriteriyası da yoktur. Yani analitik kriteriyaları təmin olunmamış hiçbir anlayış varlık felsefesine girə bilməz. Dolayısıyla senin iddia kaldırmağa icazəsi, senin iddia kaldırmağa gereken icazələr analitik felsefeden ve dil felsefesinden geçir. Wittgenstein felsefesinden. Yani modern felsefenin babasıdır bunun. Şimdi geldik diğer bir meseleye. Kardeşim referent yoksa senin sabaha kadar iddia kaldır. Kimi hiç kimin işine yaramaz. Yok Referent tabii dediğin ki şey ne? orasıyla Real bir şey obyekte işare. Yani burada senin iki tane şansın var. Birincisi mentiki iddia kaldırabilirsen mentikle her şeyin bir başlangıcı olmalıdır. O başlangıç verenin özünün başlangıcı olmamalıdır. Dolayısıyla vacib-ül vücud terzi bir şey kaldırabilirsen. Bunu İbn Arabi'den kaldır, istəyirsən Anselm'den kaldır, istəyirsən Thomas Aquinas'tan kaldır, istəyirsən İbn Sina'dan kaldır. Zerre kadar farkı yoktur. Sen bunu mentiki struktura salacaksan, rasyonel çerçevede değerlendirip argument olarak kaldıracaksın. Ama 8 tane blokda birden karşılamalı olacaksan nedir bu? Referent yoktur. Senin tanrı anlayışın Yo, onu kaldırılmış keçen dəfə iddia, danışdıq, özür real dilərim, felsefede, sözü real çölde. Yok. Onu keçən dəfə danışdıq. Onu keçən dəfə danışdıq. Çevik. Yəni burada söhbət ondan gedir ki, biz səninlə düşmən deyilik sözün əsl mənasında. Ama bence Başa sen düşürəm. kardeş geçen defa sen tanrı ideolojisinin kognitif ihtiyaç olduğunu yani psikolojiye ihtiyaç olduğunu ve irrasyonel olduğunu kabul eləmiştin. Yox, bax, söhbət nədən gedirdi? Bax, sən əgər keçən dəfə nəzər yetirdinsə, bizim debatımız düzdür, çox gözəl alındı. Debat deyəndə diskusiyamız. Monoloq getmədi bizdə, yəni qarşılıqlı fikir mübadiləsi apardı. Sadəcə olaraq ortaya bir, belə deyim də, rasional, irrasional yox, rasional olaraq bir düşüncə forması girir ki, bu günləri təsdiq olunan şeylər əgərləri bugünkü reallığı təsbiq edirsə, gələcəkdə belə deyim, təsdiq olunacaq reallıqlar sizdə nəyisə, məsələn üçün məndə nəyisə dəyişə bilərmi? Baxış acısından belə deyim. Tanrı ile bağlıdır bu təyin olacaq şeyler məsəl üçün. Fərqi yoxdur. Ümumiyyətlə fərqi yoxdur. Bu mövzu teoloji mövzudur sözüm. Kısa konkret bunu ile anında bloklayaq. Tərifi verilmiş hiçbir tanrı hiç vaxt var ola bilməyəcək. Çünki tərifi verilmiş bütün tanrılar metafiziki veya fövqəltəbii kategoriyada olur. Fövqəltəbii kategoriyada ve metafiziki kategoriyadadsa sən heç vaxt materiya olarak ölçə bilməyəcəksən. Dolayısıyla heç vaxt informasiya sahib ola bilməyəcəksən. Varsa da bilənməyəsən, yoxsa da bilənməyəsən. Amma məsələ burasındadır ki, bunu bilmək zərurətdir. Niyə zərurətdir? Əzizim, metafizik bir şeyin var olduğu 5 il sonra, 3 il sonra bilinə bilməz. Amma bu gün belə varlıq iddiası qaldırılırsa bilinə bilər. Niyə bilinə bilər? Çünki sən ortaya təkcə metafizik varlıq iddiasına çıxış eləmirsən. Bu varlığın sistem içinə müdaxilə Bunun elədiyindən qolları da danışırsan. var. Bəli, bəli, bunun qolları da. Yəni söhbət ondan gedir ki, bax. O zaman okey, bir epistemolojik dəlil tələb olunacaq. Okey, təbii ki, baxın da, yəni bu günləri siz belə deyim də, sizin baxış acısından və yaxud da baxış istiqamətindən baxanda söhbət ondan gedir ki, bu günləri biz Qurana baxırıq, belə deyim də, yazılmış bir qanun kimi. Okey, bir balaca bunu necə deyirlər, araşdırsaq, baxsaq, yəni bunun özünə, Quranın özündə bir təkamül prosesini görmək olmazmı? Misal üçün deyirəm. Misal üçün deyirəm də, mən misal çəkirəm. Keçən dəfə də dedim də, mənim də, sənin də, kimin hansı dinə mənsub olduğumuz və yaxud da hansı təriqətdə olduğumuz heç kimi maraqlı deyil. Biz sadəcə olaraq diskusiya aparırıq. Sizin də çox gözəl də cənabsan. Və çox adam başa düşmür ki, səndən necə qidalanmaq olar, amma yerində var. Sözün açığı, yəni ki, bundan qidalanmaq olar, daha dərinə girməkdən ötürü. Bax, söhbət ondan gedir ki, əgərləri keçmiş dövrlər, indiki və gələcək adlanan bir şey var da, düzdürmü? Məsələn üçün, Qurani Kərimdə qeyd olunan hər hansı bir mənbələrdən, qeyd olunan bir hər hansı bir ayələr, keçmişə. Xatırlatma eləyim əzizim. Buyur əzizim. Hörmətli izləyicilər, hesabı takip eləməyənlər takip alsın. Bir də ekran bəyənisini çoxaldaq zəhmət olmasa. Hə, buyurun. Okey. Yəni Çevik bunu özün üçün ayırd eləsən, mənə məsələn üçün hər şeydən qabaq sənin səmimiyyətin lazımdır. Çünki sən hər dəfə danışanda səmimi olmağa çalışırsan və bu günləri bizi də izləyən 2000 nəfər, 2500 nəfər arasında sənin ortaya təcəssüm elədiyin bu səmimilik belə deyim də, prioritetdə olan bir şeydir. Mənə maraqlıdır ki, sən bunu özün üçün ayırd eləmisənmi? Mən məsələn üçün onu axtarıram, baxıram, oxuyuram, empirik düşüncələrin sərhədlərini çıxardıram,
Nəyi çıxardıram, bu mənim özümə o deyim myself-dır da, mənə aid olan bir şeydir. Düşüncə ilə bağlı bir şey deyil, müşahidə ilə bağlı. Yox, bax bu günləri keçən dəfə biz danışanda siz dediniz ki, məsələn üçün mən sizə sual verdim ki, düşüncə hardan yaranır? Siz biolojik şeyləri gətirdiniz. Amma mən məsələn üçün oturdum, araşdırdım sahəmə uyğun olaraq ki, bu da hələm 100% öz təsdiqini tapmayıb. Bəli, ortada bir əmmə var. Yaxın 20 il ərzində bu öz təsdiqini tapa bilər. Amma deyir, hər söz deyir gözəldir, ortada amma sözü olmasa da, amma tapmaya da bilər. Yəni, məsələn üçün, burada uje qaranlıq qalan bir məqamlar var. Düzdürmü? Siz də mən keçən dəfə razılaşdınız. Burada biz siz mi necə deyib, baxın da, Quran-ı Kərimə gəlin biz, məsələn üçün, siz dediyiniz kimi, təkamül kimi baxaq, keçmiş, indiki, gələcək kimi. Burada, məsələn üçün, nə ola bilərdi və yaxud da bunu kənara qoyduq, bunların hamısını kənara qoyduq. Bu birinci sual getdi. İkinci sual, bunların hamısı olmadan belənçinə, siz ümumiyyətlə, belə deyim də, bəşəriyyəti necə təsəvvür edə bilərdiniz? Əzim, bəşəriyyətin təsviri epistemologiyaya, yəni bildiyin dəlil və müşahidələrə bağlıdır. Okey. Argumentasiyamızın səhvsət olduğunu fərqindəsiniz bəy? Yox, argumentasiyanın siyasət olduğundan getmir. Siyasət yox, səfsətə. Nə? Eşitmədim. Səfsətə. Yox, səfsətə bilmirəm nə deməkdir sözün açığı. Fəlsəfədə işə yaramayan bilgilər demək. Ha, okey, olsun. Yəni sözün açığına gələndə bax da, Çevik, sən özün də bilirsən ki, 200 il bundan qabaq Perelman hər hansı bir riyazi belə deyim də testi tapmayanda da Perelman tapdı və özünü heç kim olaraq qeyd elədi. İndi də necə deyirlər, səfil həyatını yaşayır. Söhbət ondan gedir ki, bu günləri dünya cəmiyyətimizdə azbaşı ümumiyyətlə dünya aqressiv progres eləyir. Tapılmayan suallara 200 il və yaxud da 300 il sonra hər hansı bir məna gətirilə bilər və yaxud da tətbiq oluna bilər. Yəni bugünkü gün biz... Burada bir kəskin xət var axı, parsimoniya prinsipi var. Qardaşım, sən... Parsimoniyanı bildiyin... Bilmədiyin bir şeyin yerini tanrı qoya bilməzsən, bu boşluqlar tanrısıdır. Yox, bax, keçən dəfə biz bu parsimoniyada girdik. Sən sözün açığı o barədə biliklərin mənə çox ləzzət elədi. Açıq deyirəm üzvə. Yəni bir-birimizi də tanımasaq da. Niyə görə? Çünki bilikli adamlarla oturub mübahisə deyirəm, müzakirə eləyəndə biz siz hər hansı bir o işıq yanar da, belənçə deyim də. Parsimoniyanı da kənara qoyanda burada bilirsizmi necədir? Biz keçən dəfə yenə də deyirəm, bir şeyə qayıtmırıq. Eyni şeyə qayıtmıram. Amma düşüncənin hardan yarandığı hələ də ortaya çıxmayıb. Və bunların hamısı düşüncə prinsiplərinə əsaslanaraq ortaya gəldikdə hələm təsbiq olunmayıb, Çevik. Bu da var axı. Əzim, materiyadan xaric, maddədən xaric düşüncəni izah edə bilərsiniz. Baxın, bunu heç kimin də izah eləyə bilməz. Maddədən xaric bir düşüncə yoxdur axı, qardaş. Yox, bizcə dəqiqə. Bunu təsbit etməyiblər, Çevik. Problem ondadır ki... Təsbit etməyiblər, çox sadə izahı var bunun. Əzim, limbik sistemdə hər hansı bir zədələnmə nəyə səbəb olur? Deyərdim ki, limbik sistemdə hər hansı bir zədələnmə, bilirsiniz necədir? Necə cavab verim buna? Heç də bilmirəm sözün açığı. Heç də bilmirəm necə cavab verim. Duyğu davranış və duyğu davranışın kontrol mərkəzidir. Əzim. Limbik sistemin hər hansı bir xarici etken tərəfindən zədələnməsi avtomatik duyğu və davranışlardakı pozuntuya səbəb olur. Yox, limbik sistemdə... Cerebellum korteksdə hər hansısa bir zədələnmənin baş verməsi bütün koordinasyon, əl, ayaq, əzələ kimi koordinasyonların pozulmasına səbəb olur. Dolayısıyla fikri və düşüncəni var eləyən mexanizma beyindir və beyindəki proseslər kombinasyonlara bağlıdır. Neurotransmitterların difuziyasına bağlıdır. Sinaps kombinasyonlardır, ateşlənmə kombinasyonlardır və s. Buna bağlı bir mexanizmalardır. Dolayısıyla beyindəki hər hansısa bir zədələnmə düşüncə və düşüncə yapısına təsir eləyirsə, bunu maddədən kənar heç bir şeylə izah eləyə bilmərik. Limbik qoydun ortaya. Biz problem değil. Bunda psixologiyada 3D formulu deyirlər. Sən dedin ki, duyğu davranış, düzdürmü? Axı ondan qabaq gələn bir şey var ki, biz onu nəzərdən çıxardırıq. Bu da düşüncədir. Düşüncə, duyğu davranış terminidir. Yaxşı, biz ortadan onda... Yox, bircə dəqiqə. Yəni... Bax, sən bunu da izah edeyim. Bu Nature-da 6 ay əvvəl yayınlanmış çox akademik bir qaynaqdır. Olduqca da güclü bir araşdırmadır. Dolayısıyla amigdala ilə bağlı araşdırmaların mərkəzində durur. Bununla bağlı Netflix'də 6 bölümlük bir bölüm də var. İstəsən gedib baxa da bilərsən, əgər oxumaq sıxıntı yaradırsa. Qardaşım, birincisi,
o zaman sənin müstəqil ondan kombinasyonlardan qabaq gələn düşüncə qabiliyyəti və amigdalanın blokladığı savaş ya da qaç mexanizmasının nəyin tetiklədiyini mənə izah edə bilərsən? Bunu izah eləməkdən ötürü, okey, bunu izah eləməkdən ötürü gərək ümumi olaraq siz necədir? Gərək bir şey, biz primitiv olaraq bir şeyi götürürük ki, təbii ki, insanı qoruyan amigdalanın belə deyəm də strateji ilə bilgi söhbətidir də, başa düşürsən. Amma buna bircə dəqiqə, mən təməlini geniş arıcılıq istəyirsinizsə, neuroscience deyə bir bölüm var. Burada Çevik, neuroscience bunu bax, mən ona görə deyirəm ki, əzim, biz sizinlə səmimi olacağıq, dost olacağıq və səmimi olacağıq. Neuroscience bunu 100% təsbit etməyib hələ. İnanmırsınızsa mənə, mən bir söz demirəm. Siz Allah canınızı sağ eləsin, bizim Allah canımızı sağ eləsin, mən bir söz demirəm. Girin adicənə qaynaqlara baxın, neuroscience hələ bunu 100%-lıqla təsbit etməyib. Mən ona görə deyirəm ki, burada ən aşağısından yerdə qalan məsələn üçün o cüzi paylar var da, hansı ki bunlara icazə vermir ki, bunları 100% təsbit etsinlər. O təsbit etməyə mane olan şey nədir? Bax, mən onu sizdən soruşuram səhərdən. Əzizim, təsbit olunmadığı qənaətinə hardan gəlirsiniz? Azizim, yaxşı, təsbit olunmadığı qaynağına gəlməkdən ötürü mən bu günləri sizi dinləyirəm. Sizi dinlədikdən sonra mən öz sahəm üzrə araşdırmalarımı aparıram. Mən bu günləri informasiya mənbələrindən istifadə edirəm. Baxıram, kitabları araşdırıram və yaxud da mən demirəm ki, Google Earth-dən və yaxud da ChatGPT-dən soruşuram. Yox, Gemini-dan soruşuram. Yox. Biz araşdırırıq, baxırıq və yaxud da Gemini-nin özünə sual versən, o da deyəcək ki, hələ 100% təsbiq olunmayıb. Ay qardaşım, birincisi GPT akademik qaynaq araşdırmasında hiçbir işe yarayan sistem değil. İkincisi, deyirəm ki, əzim, bir dənə dinləyək, aydınlaşdıraq, bitirək bu söhbəti, çünki davamlı eyni şeyi təkrarlamaq istəmirəm. Beyin xaricində, maddə xaricində heç bir şeylə izah eləyə bilməzsiniz. Duyğu, davranış, fikir, sevgi kimi şeyləri. Üçüncüsü, ta cinsəllikdən tut da sevgi dediyimiz hisslərə, duyğu davranışlara, dost bağlantısı, vətən bağlantısı, uşaq bağlantısı, bunların hamısı bəlli reseptor və genlərlə, neyronlarla ölçülə bilən, təsbit oluna bilən və təyin oluna bilən bir mexanizmadır. Vazopresin nə işe yarayır, oksitosin nə işe yarayır, kortizol nə işe yarayır, hansı korteks, hansı bölüm, hansı lob nə işe yarayır, təyin olunub. Olunmayanlar var. Məlum məsələdir. Olunmayanlar. Mən də onu deyirəm. Amma bunun mexanizması, ümumiyyətlə sistemin necə çalışdığının mexanizması sabit şəkildə bəllidir və araşdırılır. Dolayısıyla ana uşağını götürdü, atdı zibil qutusuna. Gedin neuroscience-a baxın, hansı hormonal dəyişikliklərin səbəbilə baş verir, hansı reseptorların səbəbilə baş verir, təyin olunur. Adam sevgi hissi nədir, anlamır. Hansı hormonal dəyişikliklər, hansı hüceyrə yapıları, hansı neyronal sistemlərində əksik var, bilinir. Adam pedofildir. Hansı sistemində problem var? Çevik, sən mən deyəni başa düşmürsən. Adamın vicdan mərhəmət hissi yoxdur. Gedirsiniz, baxırsınız, aynı neyronlarında problem var. Əzim, yekunlaşdıraq, təşəkkür edirəm. Yekunlaşdıraq. Bircə dənə söz deyim, əgər mümkündürsə, bircə dəqiqə, bir dəqiqə səbir elə. Təbii ki, 100%. Həm də yeri. Söhbət ondan getmir. Çevik, sən deyəni mən başa düşdüm. Mən sənə dediyimi isə, ola bilər ki, sən bir balaca necə deyirlər, ya dinləmədin. Mən deyirəm ki, bu düşüncə necə təsir eləyir, onu çıxardın qoyun ortaya. Və o indiyə kimi ispat olunmuyor, başa düşürsünüz? Yo. Qardaş, bir də izah eləyirəm. Biraz dərinləməsini izah eləyirəm. İnsan 85 ilə 90 milyard neyronla doğulur. İnsan balığı. Bildik. Doğulan